Salam əziz dostlar, gəlin bugün badımcanlı pənirli Türkiyə kebabı bişirək. Ətin almasında diqqət eləyin ki, erkək qoyun və qabırğa əti olsun. Qərə badımcanlara bıçaqla 1-2 yara açıb və közləyirik. Xeyirdə, qaz üstə, kömür üstə hər halətdə olursa közləyirik. Bir naylona qoyuruq ki, tərləsin, soyulması rahat olsun. Qabıqlarını soyub kənara alırıq və keçirik kebabı hazırlamağa. Orta boy bir soğanı və orta boy dolmalıq biberi iri gözlə rəndəlib və suyunu sıxırıq. Bir böyük kasada çərxlənmiş ət, rəndələnmiş soğan və dolmalıq biber, duz, zəfiran, ədviyyələr ki, kəpşində yazılıdır, yaxşıca yoğurub hazırlayırıq. Bir naylon frizer salıb, ətdən bir parça qoyub, üzərinə bir ayrı naylon salıb və əti açırıq. Diqqət eləyin ki, açdığımız ət hazırlayacağımız qərə badımcan böyüklükdə olsun. Açdığımız ətin ortasına hazırladığımız qərə badımcanlardan qoyub, ortadan yarıb və biraz duz səpib, sevdiyiniz qədər də pizza pəniri töküb, filmdəki kimi bükməyə başlayırıq. 180 dərəcəli airfryda tərs düz eləyib, 200-ü qızarana qədər pişiririk. Pişirən, yeyən hər kəsə nuş olsun. Ləzzətli reseptləri ana dilimizdə istəyənlər peycimə bir baş vursunlar. Sağ olun, məndən yol bir oldunuz. Təşəkkürlər.